Salam dostlar, bugün mən sizə TikTokda necə kəşfiyyata çıxa bilərsiniz, öz paylaşımlarınızı, videolarınızı necə kəşfiyyata çıxarda bilərsiniz onu göstərəcəm. Bunun üçün TikTok hesabımıza daxil olursunuz. Əgər siz də bu şəkildə TikTokda kəşfiyyata düşmək istəyirsinizsə, bu videonu mütləq sonuna qədər izləyin. Bu mənim hesabımdır, görürsünüz. Bir neçə paylaşımımı bu üsuldan istifadə edərək yaxın zaman ərzində kəşfiyyata çıxartmışam və bunun sayəsində takipçilər, bəyənmələr, izlənmələr qazanmışam. Bunun üçün hansı ayarı etməlisiniz onu göstərirəm sizə. Ayarlar bölümünə gəlirik. Buradan yenidən ayarlar və gizliliyə gəlirik və gizliliyə daxil oluruq və hesabımızı hər kəsə açıq edirik. Mütləq şəkildə bunu etməlisiniz. Yəni, etməsəniz kəşfiyyata düşə bilməzsiniz. Buradan istifadəçi adımızı kopyalayırıq. Bu arada bu videomu bəyənən, kanalıma abunə olan və istifadəçi adını şərh qisminə yazan hər kəsə TikTok kəşfiyyat paketi hədiyyə edəcəm. Bu kəşfiyyat paketinə daxil olan bəyənmələr, izlənmələr, yorumlar hamısı real istifadəçilər tərəfindən göndərildiyi üçün müsbət mənada alqoritmaya təsir edir və sizi insanlara önərir və paylaşımlarınız insanların qarşısına çıxır. Bunun sayəsində siz də TikTokda kəşfiyyata düşürsünüz. İndi mən sizə bu saytı göstərəcəm və necə edildiyini də detallı bir şəkildə göstərəcəm. Google-a daxil olursunuz, axtarma yerinə takipçi.com yazıb bu sayta giriş edirsiniz. Diqqətli bir şəkildə yazın saytı yazarkən. Buradan TikTok paketlərinə gəlirsiniz. Həmçinin burada izləyici, izlənmə, bəyənmə kimi xidmətlər də mövcuddur. Bizə lazım olan TikTok kəşfiyyatdır və TikTok kəşfiyyat satınına daxil oluruq. Buradakı kəşfiyyat paketlərinin hər hansı birini alaraq siz də TikTokda asanlıqla şifrəsiz bir şəkildə kəşfiyyata düşə bilərsiniz.